Dəyərli dostlar, xoş gördük sizləri. Yəqin ki, bu əraziləri tanıyırıq. Keyfçi, Vay2, solda 2 və 9 nömrəli məktəb, Mehdi Hüseynzadə küçəsi. Baxın, bu yoldan 20 metr məsafədə, 2 otaqlı evimiz satılır. Şəxsi tikili 2 otaqlı evimizin bugünkü gündə qiyməti 53.500 manat. Bəli, 53.500 manata bu yola, baxın, bu əraziyə 20 metr məsafədə ev. Gedirik həmin evin çəkilişinə, dəyərli dostlar. Gedə-gedə yolda dostlarımızın nəzərinə çatdırmaq istərdim ki, əmlak işlərində bizimlə əlaqə saxlayın. İşlərinizi sürətli və rahat şəkildə həll etmək üçün bizim bütün imkanlarımız var. Əlavə get-gələ düşməmək üçün, əlavə xərclərin yaranmaması üçün, əlavə vaxt itkisinə məruz qalmamaq üçün əlaqə saxlayın. İşlərinizi qısa müddət ərzində həll olunmasının zəmanətini veririk. Baxın, Ləziz restoran, Bravo market. Bu ərazilər tam olaraq mərkəzdir. Bu yolun 20 metr məsafəsində. Gedək evdən çəkilişə davam edək. Gəldik, çatdıq evə. Görünən bütün əşyaları ilə birlikdə Xırdalan şəhərinin tam mərkəzində 2 otaqlı ev. 53.500 manat. Bildiyimiz kimi bu ərazidə hər deyəndə ev satışa çıxmır. Hələm-hələm yola 20 metr məsafədə bugünkü gündə ev satışda demək olar ki, yoxdur. Kürsülüdür ev. Şəxsi tikili bir evdir. Yoldan 20 metr məsafədə. Əsas giriş qapısıdır. Əsas qapıdan evə daxil olduqda, baxın, bizi bu formada dəhliz sahəsi qarşılayır. Girişdə sağdan davam eləyək bir tanış olmağa. Baxın, girişdə sağda evin mətbəx sahəsidir. Sağdan davam eləyək, sağda sanitar qovşaq, yerləşdiyi yerdə qaz, su, işıq, bütün kommunallar fasiləsizdir. Mərkəz kanalizasiya sisteminə qoşulub. Burada yataq otağıdır. Kombisi var, yaşayışlı bir evdir. Bugünkü gündə demək olar ki, əlavə heç bir maddi vəsait sərf etməyə ehtiyac yoxdur. Burada da evin qonaq otağıdır. Elə ilk başda tanış olmuşduq bu otaqla. Xırdalan şəhərinin tam mərkəzi. Yerləşmə yeri videonun ilk hissəsində çəkilib. Kiçik bir həyəti var. Zirzəmi hissəsi var. Qiymət 53.500 manat. Yəqin ki, real alan dostlarımız gəlsə, ev sahibi ilə qiymət danışıq əsnasında müzakirə edilə bilər. Ev bundan ibarət. Ətraflı məlumat üçün əlaqə saxlayın. Sağ olun.